Herkese salam, kanalıma ve yeni vloguma hoş geldiniz. Bugün qonaq otağından təmizlik edəcəyik. Videolarımı bəyənirsinizsə kanalıma abunə olub mənə dəstək olun ki, bu tip videolar çox gəlsin. Ümumi təmizlik etdiyimə görə düşündüm ki, pərdələri də söküm atım yuyulsun. Mən ümumiyyətlə baxmıram, bayram təmizliyi olsun, qış təmizliyi, nə bilim yeni il təmizliyi baxmıram. Nə vaxt ki görürəm ki, ehtiyac var artıq təmizliyə, o zaman təmizlik edirəm. Aynaları da yeni silmişdim, gördüyünüz kimi tərtəmizdir. Ona görə bu dəfə aynaları silməyəcəm. Güllərim tozlananda hər zaman gətirirəm, hamamda belə bu cür yuyuram. Düzdür, mənə Instagramda da yazırdılar ki, bəs mikrobdur filandır, hamamda yumayın, orada çimirsiniz. Belə deyim sizə, bəs başqa harda yuya bilərəm ki, mən bunu, yəni silməyi də sevmirəm. Çünki bir yerini silirsən, qalan yer toz qalır. Yumağı daha çox tərcih edirəm, o da hamamdır. Çünki başqa yuyacaq yer yoxdur. Təbii ki, mən burada gülləri yuduqdan sonra bütün divarları, polları, hər yeri xlorluyuram. İki yerə bölünmüş xalçam var idi. Bunu mən özüm kəsmişdim. Uzun bir daroşka idi. O da hər dəfə xalça yumaya verəndə deyirdilər ki, ya tikiş aparatımız yoxdur, ya da xarabdır. Ona görə hər dəfə bu cür qalırdı. İndi öyrəndim ki, bəs razində düz talkuçka ilə üzbəüz xalça mağazasının içində tikirlər. Ona görə yoldaşımla gətirdik bura və tikdirdik, oldu qəşəng. Bura qızımın dərs masasıdır. Burada öz işlərini görür, şəkillər çəkir. Məsələn, bunları özü çəkibdir. Sailor Moon'du falan, nə bilə personajları sevir və gözəl də çəkir.
Uşaqların beşiyi tozlanmışdı və dedim ki, ümumi təmizlik etmişkən elə buraları da qəşəng silim. Bütün toz idi. Hətta süd ləkələri falan da var idi. Butulkalarından tökmüşdülər. Uşaqlar yatmışdı deyə divanı bu dəfə təmizləyə bilmədim. Düşünürdüm ki, poduşkaların üzünü, divan üstünü falan belə qəşəng təmizlərdim, amma ki alınmadı. İnşallah gələcək vlogların birində paylaşacağam. Əslində divanı mən yudurtmaq istirdim, çünki uşaqlar üzərinə çay töküblər, nə bilim sok içiblər, soğuqu töküblər. Yəni ümumi təmizlik lazımdır. Bu təmizlik vlogumu elə də bəyənmədim. Yox, əgər siz bəyəndinizsə, mənə dəstək olmağı, like və komment yazmağı və kanalıma abunə olmağı unutmayın. Və yenə AliExpress-dən kabrolar sifariş etmişdim. Demək olar ki, əksər çox kabrolarımı oradan sifariş edirəm. Həm qiyməti münasibdir, həm də keyfiyyətləri də gözəl olur. Bunların qiyməti bir ədədi 3 manat idi. Keyfiyyəti həqiqətən də gözəldir. Knopkaları da yaxşı işləyir. Linki Instagramda olacaqdı. Kim istəsə oradan sifariş edə bilər.